Ay salam aleykum, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Deməli, bu günlərim istədim sizin üçün tam restavrasiyanın işlənmə prosesindən çəkeyim, paylaşım və tam olaraq hər zaman olduğu kimi bizdə disklərin işlənmə prosesi necə olursa onu bir kısa bir fragment olarak da video halında göstərdim. Deməli, hər zaman olduğu kimi disklərin bizdə restavrasiyadan əvvəl lazerlə təmizlənmə prosesi gedir ki, rəngin üstünə rəng vurmuruq. İç hissəsi, çöl hissəsi hər bir yanı, yəni lazerlə təmizlənir ki, içərilərində köhnə kraska belə qalmasın. Və hər zaman kraskalandıktan sonra, təmizləndikdən sonra da toz boyundan rəngləmə prosesi gedir. Hal-hazırda disklər metalik olunacaq deyə altına qara astar işlədik. Və gördüyünüz kimi qara astarla işlənir toz boyundan ki, hal-hazırda astarlanır. Özdə bizim astarımız o bəzi paylaşımlarda olur ya, qara parlaq deyirlər ha. Həmən o qara parlağı bacara bilməyən insanlar yəni deyirlər vuruq, amma o deyil də yəni. Amma bizdə elə qara parlağı astar olaraq işlədirik ki, heç belə metalik vurmağa da ehtiyac yoxdur, yəni o vəziyyətdə. Hal-hazırda qara parlaq vuruldu, astar əvəzi, yəni vurulduqdan sonra da üzərinə metalik, toz boyundan metalik rəng vurulur. Hər bir hissəsi necə rənglənirsə, arxa hissələrdə tam ideal vəziyyətdə rənglənir ki, müştəri sabah maşını düzdürdükdə, hər hansı bir içində o belə deyim də naqar olduqda, pas olduqda, düzdürdükdə üst hissəsi necə görsənirsə, iç hissəsi də tam ideal parlaq vəziyyətdə görsənsin. Və laklanma prosesi, indi hazırda laklanma prosesi olacaq. Rəng vuruldu inşallah. Rəng vuruldu arxasına qədər, üzünə qədər. Hal-hazırda lakı vurulur. Yəni bizdə toz boya lakı vurulur ki, iş daha keyfiyyətli olsun, daha gözəl olsun, daha möhtəşəm olsun və ən əsası da görüləcək işə 2 zəmanət verilir. Çünki işimizə arxayınlıq, əminlik. Hal-hazırda laklama prosesi gedir. İnşallah ki, arkası da yenə hər zaman olduğu kimi arkası da laklandı, üzdə laklandı və inşallah ki, indi çıxardıb bunu çöldə tam gözəl görünüşü ilə sizlərlə paylaşacağım. Bu da hazır vəziyyətidir. Çıxartmışıq çölə, gün işığına, açıq aydın havaya, effektsiz filansız tam çəkiliş edirik. Deməli, disklərin indi üst hissəsini göstərəcəm sizə və hər zaman olduğu kimi nəinki üst hissəsi, arxa hissəsi də üst hissəsi qədər tam idealdır. Elə bir qardaş disklərini rəngletməyib, diskləri təzədən yenidən bir zavod diskləri alır. Və görülən işlərdə hər zaman dediyimiz kimi 2 zəmanət veririk. Disklərin 4-ünün də görünüşü eyni qaydada, eyni zavod vəziyyətində, ən açıq metalik iləndir, birə-bir. Dediyim kimi, hər zaman gördüyüm işlərə tam 2 zəmanət verirəm. Xeyirli uğurlu olsun, Allah hər kəsi xətadan, bəladan qorusun. Buyurun sizə müraciət edeyim və tam zəmanətli şəkildə sizin də disklərinizi bu formada hazırlayaq, təhvil verək.